İzahın davamına keçirik. Demək, burada yazılıb a beautiful plant. Biz it's və it's qaydasına baxırıq. Biz demişik ki, it's bu apostroflu olan, it is, it was, it has'in qısalmış formasıdır və bu it is'dən sonra uşaqlar hər şey gəlir. Yəni artikel gələ bilər, sözünü gələr, əvəzlik gələr, kəmiyyət gələr, feil gələ bilər. Onda bu yiyəlik deyil. Artikel gəlibsə. Biz bunu demişdik. It is a beautiful plant. Sonra burada baxırıq ki, lives var nöqtədən sonra. İsim var. Demək, isimli işlətməliyəm. Demək, anı atıram. It is'dən sonra isim gəlməz. Itdən sonra xəbər gələr. Bu isimdir, yarpaqlar deməkdir. It is'dən sonra yenə də isim gəlməz. Demək ki, C variantıdır. Sonra baxırıq bura 65-də. Brian's closes. Söhbət cəmdən gedir. Xəbərdən bilirik ki, are cəmdir. Demək, burada ya zis olar, ya da zos olar. Demək, D variantını və Y variantını atırıq. A, C, B-yə baxırıq. Bu tərəfdə isim yoxdursa, yonu, maya atırıq, qalır A variantı. 66-da. Deyir ki, yenə də əmr cümləsidir. Sən deyir, özünü incitmisən, yəni müraciət kimi bildirir. Müraciət olanda 3 və 4, yəni yourself, yourself verir. 67-də. Have you done the homework? Sən ev tapşırığı özün eləmsən, yenə də müraciət bildirir. 3 və 4, yourself, yourself. She liked not only the dress. Deyir ki, o təkcə paltarı yox, söhbət paltardan gedir. Paltarın özünü yox, amma deyir, onun rəngini də xoşlamadı. Onun rəngini, söhbət tək isimdən gedir. Its color. It color olmaz. Itdən sonra isim gəlməz, xəbər gələr. Z-dən sonra, Z ümumiyyətlə cəmdə işlənər. Z-dən sonra kalas gələr. Burada da söhbət bir dənə dressdən, dondan, paltardan, geyinmək sözündən gedir. Burada dress paltardır, isimdir. 69-da. To be successful in life. Baxırıq ki, they must believe in ya da you must believe in olmalıdır. To be successful in life, həyatda deyir, uğurlu olmaq üçün you must believe in yourself. Sən özünə inanmalısan. You'nun qarşılığı yourself. She'nin qarşılığı yourself deyil, axı, demək, ikini atırıq. He'nin qarşılığı himselfdir, 3'ü də götürürük. You'nun qarşılığı yourself-dir. Siz özünüzə inanmalısınız. 1, 3 və 4. 5 niyə olmaz? Z'nin qarşılığı onlar bizim özümüzə niyə inansınlar? Onlar özlərinə inanarlar da, özləri özlərinə. Ona görə 1, 3, 4. 70-ci variantı baxılır. To be really healthy, həqiqətən deyir, sağlam olmaq üçün you yourself, you'nun qarşılığı yourselfdir. Sən qayğına qalmalısan daha yaxşı. She'nin qarşılığı herselfdir, bu düzdür. He'nin qarşılığı themselves deyil, he'nin qarşılığı himselfdir. V-nin qarşılığı da ourselvesdir, düzdür. Z-nin qarşılığı themselvesdir, səhvdir. 3'ü, 5'i atırıq, qalır 1, 2, 4. John couldn't make a decision. John deyir, qərar verə bilmədi. John kişidir. John kişidir deyə himself, so his parents offered their help. Söhbət onun valideynlərindən gedir. Valideynlər deyir, ona təklif elədi. Valideynlərin özlərinin köməyindən himself their. Olacaq D variantı. Sonra 72-də. Whose books are? Deyir ki, bu kitablar kimlərindir? Cəmdir deyə, izlisi atırıq, zət atırıq. Baxırıq C ilə D-yə. Bu tərəfdə baxırıq ki, yenə cəm var. Demək, zətlə də ar olmaz, olur C. Zətlə iz olar, zislə iz olar. Zis and zosla ar olar. Çünki cəmlə cəm təklə tək olmalıdır. Do your job, yenə də vergül var, müraciət bildirir. Deyir ki, sən işi Joseph özün etmisən. Joseph'in özü. Əmr cümlələrində, xitab bildirəndə, feil olanda yourself, yourself olur. 74-də. Do you like them? Söhbət cinsdən gedir. Sən onları deyir, xoşladın. Yes, I do. They look nice. Onlar yaxşı görünür. Söhbət cinsdən gedir. Cins cəmdir. Ona görə olacaq C. Yəni Y variantı. It olsa, uşaqlar, itlə looks olardı. It's olsa, itsdən sonra isim gələrdi. Z olsa, Z'dən sonra xəbər gələr. Düzdür. Amma bu tərəfi səhv olur. Çünki söhbət cəmdən gedir. Itlə olmaz. It başlamaz. Yes, I do. They like. They look nice. Onlar qəşəng görünür. 75-də. Gloves əlcəklər. Söz önündən sonra obyekt əvəzlikləri gəlir. Əlcəklər də cəmdir və cansızdır. Cəm cansızları zemlə deyə bilirik. 76. Deyir ki, his room is more comfortable than. Baxırıq ki, isim yoxdur. Yonu versə isim olar. Hönü versə isim lazımdır. Mayı versə isim lazımdır. Zeyəni versə isim lazımdır. Alvesdən sonra isim yoxdur. Yəni A variantı. Can you make coffee for me? Mən üçün deyir, kofe hazırlaya bilərsən. Why don't you make it? Yourself. Niyə özün eləmirsən deyir. Əmr eləyir. Niyə özün eləmirsən? Yourself. Sən özün. Yourself. Və yourselves. Pupils vergül verib müraciət bildirib. Müraciət bildirən cümlələrdə